Bilirsinizmi? Hər bir bəyənmə pensiya artımına təsir göstərir. Siz bəyəndikcə dəstəyiniz daha çox insana çatır və artımlar davam edir. Yeniliklərdən vaxtında xəbərdar olmaq üçün abunə olun. Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, bu ilin ilk 7 ayında pensiya ödənişlərinə ötən ilin uyğun dövrü ilə müqayisədə 10% çox vəsait ayrılıb. Bu o deməkdir ki, 367 milyon manat çox olmaqla həmin müddətdə pensiyaların verilməsinə 4 milyard 142 milyon manat xərclənib. NES 24 AS xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov danışıb. Onun sözlərinə görə, pensiya ödənişlərindəki artım daha çox 2025-ci ildə 5-ci sosial paketin tətbiqi ilə bağlıdır. Belə ki, sosial paket çərçivəsində bu ilin əvvəlindən etibarən bütün növ əmək pensiyaları 8,1% indeksləşdirilərək artırılıb. Eyni zamanda, bu ilin fevralın birdən minimum pensiya 14,3% artımla 320 manata çatdırılıb. Bunlar isə pensiya xərclərinə birbaşa təsir göstərib. Pensiya artımları 1,1 milyon vətəndaşımızı əhatə edib. Bu baxımdan bu qərarlar ümumi pensiya ayırmalarının artmasına səbəb olub. Deputat qeyd edib ki, digər tərəfdən bu ilin geridə qalan aylarında pensiya təyinatları da davam etdirilib. Yeni pensiya təyinatları dövlət büdcəsindən bu istiqamətə əlavə vəsait ayrılması anlamına gəlir. Həmin müddətdə 27 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Qeyd edək ki, bu aralıqda 94.200 nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub. Bu isə prosesin elektronlaşmasından və qərarların çevik qəbulundan xəbər verir. 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin sosial xərcləri 16,9 milyard manat təşkil edəcək. Sosial müdafiə və sosial təminat xərcləri isə 4,8 milyard manatdır. Bu isə 2025-ci ildə sosial istiqamətə, o cümlədən pensiya ödənişlərinə daha çox vəsaitin ayrılması deməkdir. Gətirilən rəqəmlər göstərir ki, ölkədə sosial siyasətin ən mühüm istiqaməti pensiya təminatının gücləndirilməsi olub. Mənim fikrimcə, son illər ardıcıl sosial paketlərin həyata keçirilməsi dövlətin vətəndaşların rifahını prioritet seçdiyini sübut edir. Pensiyaların indeksləşdirilməsi və minimum pensiyanın artırılması yalnız statistik göstərici deyil, eyni zamanda sosial ədalət prinsiplərinin gücləndirilməsidir. Ən mühüm məqam odur ki, bu artımlar birbaşa olaraq insanların gündəlik həyatına təsir göstərir. 1,1 milyon nəfərin pensiya gəlirlərinin yüksəlməsi ailə büdcələrində rahatlıq yaradır, sosial təminat sisteminə olan etimadı artırır. Yeni pensiya təyinatlarının elektronlaşdırılması isə şəffaflıq baxımından xüsusi dəyərə malikdir. Bu yanaşma həm vətəndaş məmnuniyyətini artırır, həm də vaxt itkisinin qarşısını alır. Eyni zamanda, dövlət büdcəsində sosial xərclərin payının hər il artması göstərir ki, hökumət iqtisadiyyatdakı çətinliklərə baxmayaraq sosial müdafiəni ikinci plana atmır. 2025-ci ildə sosial xərclərin 16,9 milyard manata, o cümlədən sosial təminat və pensiya ödənişlərinin 4,8 milyard manata çatdırılması böyük bir siyasi iradənin göstəricisidir. Bu isə həm sosial sabitlik, həm də iqtisadi inkişaf üçün vacib şərtdir. Düşünürəm ki, sosial siyasətin davamlılığı ən azı iki istiqamətdə önəmlidir. Birincisi, mövcud pensiyaçıların həyat şəraitinin yaxşılaşdırılması. İkincisi, gələcək nəsillərin də bu təminatdan faydalana biləcəyi davamlı mexanizmlərin qurulması. Bu baxımdan pensiya sistemində rəqəmsal texnologiyaların tətbiqi, şəffaflıq və ədalət prinsiplərinin gücləndirilməsi xüsusi rol oynayacaq. Yekunda demək olar ki, sosial sahəyə ayrılan vəsaitlərin artması yalnız bir maliyyə göstəricisi deyil, dövlət-vətəndaş münasibətlərində etimad körpüsünün daha da möhkəmlənməsi deməkdir. Bu istiqamətdə ardıcıl addımlar Azərbaycan cəmiyyətində həm sosial ədaləti, həm də rifahı daha yüksək səviyyəyə daşıyacaq.